Terazi. Bugün sizin için oldukça dinamik ve ilham verici başlayacak. Günün birinci yarısında darıxmağa demək olar ki, vaxt tapmayacaqsınız. Daxilinizdə enerji artımı hiss edəcək, hərəkət etmək, yeni şeylər sınamaq və fərqli istiqamətlərdə özünüzü yoxlamaq istəyəcəksiniz. Bu sadəcə keçici əhval deyil, ulduzlar da göstərir ki, təşəbbüs göstərmək və cəsarətli addımlar atmaq üçün doğru zamandır. Özünüzü məhdudlaşdırmayın, uzun müddətdir düşündüyünüz, lakin təxirə saldığınız planlara başlamaq üçün ideal gündür. Səhər saatları xüsusilə məhsuldar olacaq. Əvvəllər çətin və mürəkkəb görünən tapşırıqlar indi daha asan həll olunacaq. Sanki hər şey sizin xeyrinizə işləyəcək, vacib sualların cavabları gözlənilmədən aydınlaşacaq, problemlər isə öz-özünə həllini tapacaq. Bu vaxtdan maksimum yararlanmaq vacibdir. Nə qədər aktiv olsanız, bir o qədər çox nəticə əldə edəcəksiniz. Planlaşdırma, yeni layihələrə başlamaq və mühüm görüşlər üçün ən uyğun zaman məhz günün ilk yarısıdır. İş mühitində təşəbbüskarlığınız və yaradıcı yanaşmanız diqqət çəkəcək. Siz yeni ideyalarla çıxış edə və onları uğurla həyata keçirmək üçün lazım olan dəstəyi tapa bilərsiniz. Həmkarlar və tərəfdaşlarla münasibətlər də müsbət olacaq. Ortaq dil tapmaq, fikir mübadiləsi aparmaq və birgə qərarlar vermək asanlaşacaq. Bu isə komanda işində uğur qazanmaq üçün əlavə imkanlar yaradacaq. Şəxsi münasibətlərdə də aktivlik və pozitiv enerji hiss olunacaq. Yaxınlarınızla daha çox vaxt keçirmək, maraqlı planlar qurmaq və yeni təcrübələr yaşamaq istəyə bilərsiniz. Bugün ünsiyyətlər daha canlı və səmimi olacaq, münasibətlərdə istilik artacaq. Subay tərəzilər üçün isə maraqlı tanışlıqlar və xoş görüşlər ehtimalı yüksəkdir. Günün ikinci yarısında temp bir qədər aşağı düşə bilər, lakin bu mənfi hal deyil. Əksinə, bu vaxt səhər gördüyünüz işləri yekunlaşdırmaq, nəticələri qiymətləndirmək və bir qədər dincəlmək üçün əlverişli olacaq. Enerjinizi düzgün bölüşdürsəniz, günün sonuna qədər özünüzü yorğun deyil, məmnun hiss edəcəksiniz. Maliyyə baxımından gün sabitdir, lakin səhər saatlarında qəbul etdiyiniz qərarlar daha uğurlu ola bilər. Sərfəli təkliflər və ya gələcək üçün perspektivli imkanlar diqqətinizi çəkə bilər. Günün sonunda özünüzü həm fiziki, həm də mənəvi baxımdan dolğun hiss edəcəksiniz. Bugün sizə göstərir ki, cəsarət və aktivlik doğru istiqamətlə birləşdikdə qarşıya qoyulan məqsədlərə çatmaq daha da asanlaşır.